2 gün önce paylaştığım bir videoda izleyicilerimden biri məndən soruşmuşdu ki, xaricə nəyi ixrac edə bilərik ən asan yolla? Mən də demişdim ki, hətta yarpağı belə ixrac edəsəz, sizə lazım olmayıb yerə tökülən yarpaq belə pul edər. Kimləri yazdı ki, sən onu ölkədən çıxarda bilərsənmi? Kimləri yazdı ki, sən bilirsən bir ton yarpaq nə qədər pul eləyir və s. Kimləri yazdı ki, nə bilim, başladılar belə deyək də araya qoymağa. Mən o araya qoyanlar və o istehza edənləri qınamıram. Çünki onların dünya görüşü o qədərdir. Bu video müraciətim ümumiyyətlə belə deyək də hər yoldan keçən üçün deyil. Çünki ixrac etmək üçün birinci adamın cibində heç olmasa bir 50.000 pul olmalıdır ki, nəyisə ixrac eləsin. Yəni mənim hədəf kütləm o insanlardır ki, ciddi bizneslə məşğul olmaq istəyir, işlə məşğul olmaq istəyir və öz bizneslərin xarici bazarlara çıxartmaq istəyir. Bir nəfər yazıb ki, ay bala, biz apardıq bir tır malımızı, İtaliyada batırdıq fındığımızı, İtaliya gömrüyündən geri döndərdilər. Sən nə danışırsan, mümkündürmü? Biz illərləndir, istər qida, istər qeyri-qidanı həm ixrac edirik, həm idxal edirik. Və mən artıq son illərdə də həm dəstək verirəm, həm öz biznesimi xaricdə qurmuşuq. Azərbaycandan da mümkündür. İstədiyin şeyi çıxarda bilərsən, amma burada bir şərt var. Göndərəcəyin ölkənin tələblərinə uyğun olmalıdır. Sən göndərdiyin məhsulun tərkibi, əgər onun gömrük qanunvericiliyinə uyğun deyilsə, Avropa Birliyi ölkələrinə və s. kimi, sən əlbəttə ki, malın geri qayıdacaq. Burada səndə çatışmayan şey o hissəni, B2B-nin, ixracın və gömrük qaydalarını bilməməyin olub. Yəni burada günahkar sənin nə məhsulundur, nə sənə ora aparıb çıxartmağındır. Günahkar sənin işi düz qurmamağındır. Eləcə də başqa кейslərdə, başqa misallarda minlərlə sual gəlir ki, biz necə eləyək? Yarpaq yığıb sənə verə bilərik. Mən bunu misal olaraq dedim ki, əncir yarpağının belə 1 kilosu 33 dollaradır. Tut yarpağının belə. Ya bunlar hamısı satılır, real alıcıları var, alış kanalları var. Biz necə sataq? Siz onu belə deyim də, həyətdən yarpaq yığmaqla o mümkün olan şey deyil. Yenə deyirəm, müraciətim B2B, business to business, yəni xarici dövlətlərə məhsul ixrac edəcək kapasitədə, o savada, o biliyə, o komandaya aid olanlara aiddir. Yəni sıradan bir insan üçün deyil bu videolar ki, mən götürüb yerdən yarpaq yığıb satacağım. Onu siz o cürünə algılamayın. Hə, yığıb sata bilərəmmi? Hətta biri yazıb ki, Azərbaycandan heç yana heç nə göndərmək mümkün deyil. Mən 110-120 ölkəyə qədər fərqli ölkələrə biznes nümunələri göndərmişəm, məhsul göndərmişəm, istər kiçik qutular halında, istərsə də konteyner halında. Yəni mümkün olmayan şey yoxdur. Sadəcə onun qaydaları və göndərmə kanalları var. Sənədləşməsi var. Yəni bunlara düzgün riayət eləsən, Porto Rikaya, buradan Myanmar'a qədər biz konteynerlə gəmi ilə mal göndərmişik. Yəni mümkün deyil və s. O belə deyim də, dünya görüşü, hətta mən sənlə deyir mübahisə eləyərəm bu məsələdə. Bilmirəm, heç özü ümumiyyətlə Biləcərdən Ozuya çıxıb ki, hələ mənlə buradan Myanmar'a mübahisə eləyəcək. Bu qəti şəkildə yeşəxanalıq kimi qəbul eləməyin. Sadəcə bir şey yazmamışdan qabaq, bir baxın görün sizin ona rəy bildirmək üçün ən azından sizin o sahədə bir belə deyək, təcrübəviz, bir gördüyünüz iş varmı ki, onun üzərindən gəlin danışaq. Qaldı ki, mənə müraciət edirlər ki, hə, bizə dəstək ol, çıxaq, belə minlərlə sual gəlir. Baxın dostlar, biz illərlə bu işi, mən özüm şəxsən həm Azərbaycandan çıxardıb Dubay üzərindən dünyanın ən böyük ölkələrinə məhsul ixrac edirik. Bizneslər qurmuşuq, bizneslər quranlara mən belə deyək də support vermişəm, xidmət vermişəm. O yazılan suallara elə-belə yerə cavab verilməyəcək. Ciddi fikriniz varsa, şirkətiniz var, məhsulunuz var, istehsal edib çıxartmaq istəyirsinizsə, onun üçün birinci etapda konsultasiya edə bilərik, ödənişli konsultasiya, vaxt ayırarıq, sizə konsultasiya edərik. Konsultasiyadan sonra istəsəz əgər sizə hədəf bazarların, bazar analizlərini çıxardarıq, satış kanallarını və biznes roadmap'inizi, yəni xəritənizi çıxardıq, biznes planınızı sizə təqdim edərik. Üçüncü etapı da istəsəz, bu işdə sona qədər sizə dəstək olaraq. Amma biz nə yarpaq yığmırıq, nə fındıq yığmırıq, nə digər qurbağa yığmırıq və s. Biz bizneslərə dəstək oluruq,
ona belə deyək də düzgün getsin deyə, hər şey yolunda getsin, biznesin davamlı olsun deyə ona bütün bu xəritəni hazırlayıb veririk. Kim istərsə konsultasiya almaq professional qaydada buyurub mesaj bölməsinə yaza bilər. Amma qeyri ondan qalan suallar cavablandırılmayacaq. Özünüzə yaxşı baxın. Hələlik.